Rusiyanın KMT'dəki daimi nümayəndəsi Viktor Vasilyov deyib ki, Ermənistanın alyansda səsvermə hüququndan məhrum edilməsi barədə qərar verilə bilər. Onun sözlərinə görə bu iştirakçı ölkələrin ümumi razılığından asılıdır. Qlobal Infoza danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Ermənistanın KMT'dən çıxmaq prosesi Azərbaycan ordusunun işğal altındakı torpaqları azad etməsi ilə başladı. Stat: 2021-2022-ci illərdə də sərhəd toqquşmaları yaşandı və Azərbaycan bu ərazidə strateji irəliləyiş etdi. Ermənistan Rusiyanı onu müdafiə etməməklə, KMT'nin öz öhdəliklərini yerinə yetirməməklə ittiham etməyə başladı. Halbuki bu ittiham tamamilə siyasi xarakter daşıyır və Ermənistanın Rusiyanın hərbi siyasi blokundan uzaqlaşaraq avrointeqrasiya siyasətini təşviq etməsi üçün bəhanə rol oynayır. Çünki Ermənistanda da ittihamın əsassız olduğunu çox gözəl bilirlər. Belə ki, 44 günlük müharibədə əməliyyatlar Azərbaycanın öz ərazisində, 2021-2022-ci illərdəki toqquşmalar isə demarkasiya olunmamış sərhəddə baş verib. Müharibə Ermənistan ərazisində olsaydı, KMT mexanizmləri işə düşə bilərdi. Ermənistan 2024-cü ildən KMT'də iştirakını dondurub, təşkilatın heç bir fəaliyyətinə qatılmır. Buna görə də onun qurumdakı hüquqlarının məhdudlaşdırılması gözlənilir. Rusiya üçün isə əsas məsələ KMT deyil, Ermənistanın Avropa İttifaqına yönəlməsidir. Əgər İrəvan alyansa üzv olsa, bu ona baha başa gələcək. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.